Choose the correct variant. Doğru variantı seçin. Sözlərimizə uyğun definitionları təyin etməliyik və birinci sözümüz confuse, qarışdırmaq və yaxud da kimisə çaşdırmaq mənasını verə bilər. Proof sübut etmək, o isə qıcıqlandırmaqdır. A variantında to show that something is true, göstərmək ki, nəsə bir şey doğrudur. Bu proof sübut etmək sözünün definitionuna uyğun gəlir. Ona görə 2-yə A. To make somebody a little angry, kimisə biraz əsəbləşdirmək, bu qıcıqlandırmaqdır. 3B. Və to make somebody feel that they don't understand something, kimisə elə hiss etdirmək ki, onlar nəyisə başa düşmür. Bu isə çaşdırmaq mənasını verdiyi üçün 1-ə C uyğundur. 1C, 2A, 3B. Uyğun cavabımız isə C variantında doğru göstərilmişdir. Choose the correct variant. Doğru variantı seçin. If she hard, she the competition. Biz burada if bağlayıcısına əsasən düzgün zaman uzlaşmasını təyin etməliyik. Və ifin uzlaşmasında biz diqqət edəcəyik ki, özündən sonra indiki sadə zaman yazırıqsa, digər tərəfimizdə biz indiki və yaxud da gələcək zaman uzlaşmasını təyin etməliyik. A variantında works indiki sadə zaman, win də indiki sadə zamanda. Sadəcə ikinci tərəfdə bizim mübtədamız she olduğu üçün üçüncü şəxsin təkində wins deyə qeyd olunmalıydı. B variantında will work və wins gələcək sadə zamanla indiki sadə zaman uzlaşmasıdır. Ancaq ki, burada if bağlayıcısından sonra gələcək sadə zaman işlədə bilmirik deyə yanlışdır. Daha sonra C variantı bizim doğru cavabımızdır. Works indiki sadə zaman üçüncü şəxsin təkində, will win isə gələcək sadə zamandır ki, she ilə willin uzlaşması da doğrudur. O gərgin işləsə, yarışda qalib gələcək. D variantında isə work is qəbul etmədiyi üçün səhvdir və Y variantında worked keçmiş sadə zamanda verilmişdir ki, keçmiş sadə ilə gələcək sadə zaman uzlaşa bilməz. Düzgün cavabımız C variantında qeyd olunmuşdur. Choose the correct variant. Doğru variantı seçin. You look really tired. Sən həqiqətən də yorğun görünürsən. You get some rest. Sən istirahət etməlisən desək daha doğru olar. Çünki birinci cümləmizin nəticəsi olaraq biz buradakı nöqtələrin yerinə təsdiqdə olan modal feil yazmalıyıq. A variantı həm qrammatik cəhətdən, həm də ki, tərcümə baxımından yanlışdır. Have to modal feilinin inkarı don't vasitəsilə düzəlməlidir. Biz B variantında don't vasitəsilə görürük düzəldiyini. Sadəcə tərcümə uyğun olmadığı üçün, yəni bizə inkar yox, təsdiq lazım deyə səhvdir. C variantında should modal feilindən sonra to gəlməz, qrammatik cəhətdən səhvdir. D variantında ought modal feilindən sonra to gəlməlidir, yenə qrammatik cəhətdən səhvdir. Düzgün cavabımız Y variantıdır ki, must özü to-suz məstərlə birlikdə malı mənasında doğru götürülmüş olur. Change the sentence into the passive voice. Cümləni məchul növə dəyişin. The police explained everything clearly. Polis hər şeyi aydın izah etdi. Bizim tamamlığımız everythingdir və bütün cümlələrdə əvvələ keçmişdi. İkinci əsas məsələ isə zamanı düzgün təyin edib və məchul növdə istifadə etməkdir ki, explained keçmiş sadə zamandadır və keçmiş sadə zamanda to be-nin was və yaxud da ki were formasından sonra feilin üçüncü formasını istifadə etməliyik. A variantında has been indiki bitmiş zamana aid olduğu üçün səhvdir. B variantında was explained clearly by the police. Düzgün cavabımız B variantında qeyd olunmuşdur. C variantında isə mübtəda xəbər uzlaşmasına görə were qeyd olunması səhv götürülür. Daha sonra D variantında was being explained keçmiş davam edici zamana aiddir, çünki burada being əlavə olunmuşdu və Y variantında is explained indiki sadə zamana aiddir ki, biz məchul növdə verilən zamanı dəyişə bilmərik. Doğru cavabımız B variantında qeyd olunmuşdur. Choose the correct variant. Doğru variantı seçin. She didn't buy apples for the market. Nöqtələrdən sonraki ismə uyğun olaraq da miqdar göstəricisi təyin etməliyik. Apples almalar cəmdə olan isimimizdir və sayılan cəm isimlə biz many və a few miqdar göstəricilərini qeyd edə bilərik. Çoxlu və kifayət qədər mənasını verir. Much və a little-dan sonra isə sayıla bilməyən isim gəldiyi üçün yanlışdır. Doğru cavabımız 1-3 D variantında qeyd olunmuşdur. Choose the correct sentence with the noun in the possessive case. Yiyəlik halda olan isimli düzgün cümləni seçin. A variantında the dogs running in the park are his mother's qeyd olunur. Burada his mother's qeyd etdikdə his maza apostrof s ilə verilməlidir. Çünki onun bir anasından söhbət gedə bilər, anaları yox. B variantında the books of these students was
on the table. Ofla təbii ki, yəlik hal verilə bilər. Sadəcə işarə vəzli ilə ismin uzlaşması doğru deyil. Biz students-i cəmdə veririksə, these deyə işarə vəznində cəmdə yazmalıydıq. C variantında I borrowed the car from the black sun. Əgər Z artikli istifadə etmişiksə, soyad cəmdə olmalıdır, yəni S apostrof verilməli idi. D variantında the teacher's explanation was clear. Müəllimin izahı aydın idi. Müəllimin təbii ki, apostrof S ilə, izah sözü isə zaten təkdə qeyd olunub, xəbərimiz təkdə düzgün götürülür. Burada cavabımız Y variantında isə I saw my friends last weekend. Mən keçən həftə sonu dostlarımı gördüm. Burada isə ümumiyyətlə yəlik hal yoxdur. Düzgün cavabımız D variantında qeyd olunmuşdur. Choose the antonym of the underlined word. Altına xətt çəkilmiş sözün antonimini seçin. The water in the lake is shallow. Shallow dayaz deməkdir. Dayaz sözünün antonimi təbii ki, dərin olmalıdır. Bu isə deep A variantında qeyd olunmuşdur düzgün şəkildə. Və digər variantlara baxsaq, cold soyuq deməkdir, clear aydın, narrow dar, calm isə sakit deməkdir və qeyd etdiyimiz kimi antonim söz sadəcə A variantında uyğun gəlmiş olur. Choose the correct variant. Doğru variantı seçin. Emma the math problem, she is. Burada sözləri tərcüməyə uyğun olaraqdan düzgün şəkildə yerləşdirməliyik. Birincidə solved həll etdi, happy xoşbəxt deməkdir. Emma riyazi problemi həll etdi, o xoşbəxtdir və tərcümə baxımından birinci ifadəmiz doğrudur. İkincidə failed kəsildi, cheerful şən deməkdir. Emma riyazi problemdən kəsildi, yəni uğursuz oldu, o indi şəndir. Bir-birinə antonim olduğu üçün ifadələrimiz yanlışdır. Üçüncüdə could understand başa düşdü, satisfied isə məmnun deməkdir. Emma riyazi problemi başa düşə bildi, o məmnundur, razıdır, düzgündür. Üçüncüdə. Dörddə isə could not solve, yəni həll edə bilmədi, pleased isə məmnun deməkdir. Emma riyazi problemi həll edə bilmədi, o məmnundur, yenə də yanlışdır. Və 1-3 tərcümə baxımından C variantı doğru götürülür. Choose the correct variant. Doğru variantı seçin. Lala wanted her sister her. Burada biz mürəkkəb tamamlığın qaydasına əsasən düzgün feil təyin etməliyik və wanted feili 3-cü qrup feillərdəndir. Biz isə 3-cü qrup feillərdən sonra to-lu məzdər təyin etməliyik. To help C variantında doğru qeyd olunmuşdur. A variantında to help, yəni id ilə yazdığı üçün səhvdir. Biz zamana görə dəyişə bilmərik. Helping ing ikinci qrup feillərin tələbinə görə yazılır. Helps üçüncü şəxsin təkində yazılıb, ümumiyyətlə doğru deyil. To helping yenə həm to, həm də ing yazdığı üçün səhvdir. Qeyd etdiyimiz qrammatik qaydaya əsasən doğru cavab C variantıdır. Choose the correct variant. Doğru variantı seçin. Biz burada düzgün artikel təyin etməliyik. Birincidə sifətin üstünlük dərəcəsi olduğu üçün Z artikeldən istifadə edəcəyik. The tallest building. Daha sonra isə ən hündür binadan danışdığımız üçün demək ki, şəhəri tanıyırıq və burada in the city verəcəyik. Is located near the edge of Sahara Desert. Səhralarımızda isə artikel yazırıq. The tallest building in the city is located near the edge of the Sahara Desert. Hər üçündə Z artikeli A variantı doğru götürülmüş olacaqdır. Choose the correct variant. Doğru variantı seçin. The results of the experiment were very surprising. Biz burada düzgün nöqtələrin yerinə xəbər yerləşdirməliyik və bunun üçün of-dan əvvəlki ismə diqqət edəcəyik. Results cəm olduğu üçün xəbər cəmdə olmalıdır. Will'in B'si yoxdur, yəni Will tək başına acaq-acaq şəkilçi olduğu üçün müstəqil xəbər ola bilməz. Has been təkdədir, is təkdədir, was təkdədir və were Y variantı cəmdə götürülmüş olur. Yəni təcrübənin nəticələri çox təəccübləndiricidir. Choose the correct variant. Doğru variantı seçin. They are going to the park. Onlar parka gedirlər. Biz burada düzgün ayrıcı sual təyin etməliyik və bunun üçün birinci tərəf təsdiq olduğu üçün vergüldən sonra inkarda olmalıdır və cümləmizdə to be forması olduğu üçün to be formasından da istifadə etməliyik. To be'nin təbii ki, indiki sadə zaman forması olduğuna görə biz are notdan istifadə edəcəyik. Are not, say, A variantı doğru götürülür. B variantında köməkçi feil don't istifadə olunduğu üçün səhvdir. C variantında will yazılıb, həm təsdiq, həm də zamana görə doğru deyil. D variantında won't yenə də zamana görə doğru deyil. Y-də isə təsdiqdə yazıldığı üçün səhvdir ki, ayrıcı sualda birinci tərəf əgər təsdiqdirsə, vergüldən sonra inkarda verilməlidir. Choose the correct pair of synonyms. Düzgün sinonim cütlüyünü seçin. Help və assist. Hər ikisi kömək etmək deməkdir, doğrudur. Strong güclü, weak zəif antonimdir. Famous məşhur, well known məşhur 3-də doğrudur.
Bad, pis, calm, sakit sinonim və antonim deyil. Easy, asan, difficult, çətin antonimdir. Qeyd olunan sinonim cütlüyü 1 və 3-cü ifadələrimizdə doğru göstərilmişdir. Read the short text and choose the correct variant. Qısa mətnləri oxuyun və düzgün variantı seçin. Hazy Bites Cafe Grand Opening. Hazy Bites Cafe yeni kafemizin adı. Böyük açılış. Come and enjoy your freshly made smoothies, salads and sandwiches. Gəlin və təzə hazırlanmış smoothieslər, salatlar və sendviçlərimizdən zövq alın. To celebrate our opening, we are offering a free cup of herbal tea with every meal purchase. Açılışımızı qeyd etmək üçün hər yeməkdə pulsuz bir fincan bitki çayı təklif edirik. Offer valid for the first 3 days only. Təklif yalnız 3 gün, yəni ilk 3 gün üçün keçərlidir. İndi variantlara baxaraq düzgün cavaba uyğun olan seçməliyik. A variantında special offer last for a whole month, yəni xüsusi təklif bütün ay boyunca davam edir. Yanlışdır, 3 gün davam edirdi. Customers cannot get any drink. Müştərilər heç bir içki əldə edə bilməz. Yanlışdır. Customers can only buy smoothies at the cafe. Müştərilər kafede yalnız smoothieslər əldə edə bilərlər. Yine yanlışdır. Burada sandviç və salat da qeyd olunur. The cafe gives a free cup of herbal tea with every meal. Kafe hər yeməklə pulsuz, yəni ödənişsiz bitki çayı verir. Düzgün cavab D variantıdır. Və Y variantında the cafe serves only vegetarian food. Kafe yalnız vegetarian yemək xidmət göstərir. Yanlışdır. Qeyd etdiyimiz kimi mətnə əsasən doğru cavab D variantında yazılmışdır. Hey David, salam David. I hope you are having a great day. Ümid edirəm ki, sənin günün möhtəşəmdir. I accidentally left my laptop at home and I really need one for my presentation at work. Mən demək bir hadisə nəticəsində öz kompüterimi evdə unutdum və həqiqətən də mən prezentasiyamı göstərmək üçün işdə birinə ehtiyacım var, yəni kompüterə ehtiyacım var. Could you lend me yours for a few hours this afternoon? Bu gün orta saatlarında, yəni bir neçə saatlıq özününkünü mənə borc verə bilərsən. I'll return it as soon as I am done. Mən işimi bitirən kimi onu geri qaytaracağım. Thanks Emma, təşəkkürlər Emma. Burada düzgün variantlara diqqət etsək, Emma wants to buy a new laptop. Emma yeni bir laptop almaq istəyir. Yanlışdır. Emma forgot her laptop at home. Emma evdə öz laptopunu unudub. Düzgün cavab B variantındadır. David asks Emma for help with his presentation. David Emma'dan öz prezentasiyası üçün kömək istəyir. Burada kömək istəyən Emma idi, David deyildi. David needs to borrow Emma's laptop. David'in Emma'nın laptopunu borc almağına ehtiyacı var. Yeni adlarımız fərqli qeyd olunmuşdur. Emma'nın ehtiyacı var idi. Emma is selling her laptop to David. Emma David'e öz kompüterini, yəni laptopunu satır. Yanlışdır. Düzgün cavabımız B variantında qeyd olunmuşdur. Sunny Waves Water Park Special Summer Offer. Günəşli dalğalar su parkı xüsusi yay təklifi. Looking for a fun way to cool off this summer. Bu yayı sərinləmək üçün əyləncəli bir yol axtarırsınız. Visit Sunny Waves Water Park and enjoy exciting rides, pools and slides. Sunny Waves su parkını ziyarət edin və maraqlı gəzintilər, hovuzlar və slaydlardan həzz alın. And children under 10 can enter for free. Special discounts available for groups. 10 yaşdan kiçik uşaqlar pulsuz daxil ola bilərlər. Qruplar üçün isə xüsusi endirimlər mövcuddur. Variantlara diqqət etsək, A variantında only adults get free enter to the park. Yalnız qeyd olunur ki, yetkinlər parka ödənişsiz daxil ola bilərlər. 10 yaşın altında uşaqlar nəzərdə tutulurdu. Children younger than 10 don't have to pay for the entry. 10 yaşdan aşağı uşaqlar giriş üçün ödəniş ödəməməlidir. Düzgün cavab B variantında da onlar üçün pulsuz idi. The park is open only for school trips. Park yalnız məktəb səyahətləri üçün açıqdır. Yanlışdır. There are no pools for visitors. Gələn qonaqlar üçün hovuzlar yoxdur. Əksinə burada hovuzlar, gəzintilər və sürüşkənlərdən, yəni slaydlardan istifadə oluna bilərdi. Everyone can enter the park for free. Hər kəs pulsuz, yəni ödənişsiz parka daxil ola bilər. Hər kəs yox, 10 yaşın altı uşaqlar nəzərdə tutulduğu üçün Y variantı səhvdir. Ümumi doğru cavabımız B variantında qeyd olunmuşdur. Listen to the passage and answer questions. Mətni dinləyin və sualları cavablandırın. Choose the correct answer to the question. Suala doğru cavab verin.
What do scientists believe? Alimlər inana bilər. Burada alimlər nəyə inanır? Əsasən, yəni bir çox növ bitkilərin hələ də kəşf olunmamasına, yəni scientists also believe that there thousands more plants they have not been yet discovered deyə qeyd olunur mətnimizdə. A variantında they believe that animals stop growing when they are young. Onlar inanırlar ki, heyvanlar gənc yaşda böyüməyi dayandırır. Yanlışdır, belə bir məlumat qeyd etməyib alimlər. They believe that thousands more than plants have not been discovered yet. Düzgün cavab B variantındadır. Onlar inanır ki, minlərdən çox bitkilər hələ də kəşf olunmayıb. C-də they believe that only a few plants have not been discovered. Onlar inanır ki, yalnız kifayət qədər bitkilər hələ də kəşf olunmayıb. Only a few ifadəsinə görə C variantı yanlışdır. Burada thousands more plants qeyd olunur mətnimizdə. D variantında they believe that animals produce oxygen and food. Onlar inanır ki, heyvanlar oksigen və qida istehsal edir. Oksigen istehsal edən bitkilərdir, heyvanlar yox. They believe that all of the plants have already been discovered. Onlar inanır ki, bütün bitkilər artıq kəşf olunub. Qeyd etdiyimiz kimi mətnimizə əsasən thousands more plants they have not yet discovered deyə B variantındakı cavab doğru götürülmüş olacaqdır. What is the passage mainly about? Mətn əsasən nə haqqındadır? The importance of oxygen, oksigenin vacibliyi. Bu sadəcə bir cümlədə məlumat verilir. Different types of animals, heyvanların müxtəlif növləri, bu haqda məlumat verilmir. History of plants on earth, yer kürəsində bitkilərin tarixi. Düzgün cavab C variantındadır, çünki ümumi mətnimiz bitkilərdən danışır. How animals depend on plants, heyvanlar bitkidən necə asılıdır? Bu mətnin adı ola bilməz, çünki bir cümlədə sadəcə məlumat verilir. The animals eating plants, heyvanlar bitkilər yeyir. Yenə də bu ümumi mətnin adı ola bilməz, çünki mətndə ümumiyyətlə tam olaraq bütün məlumat bu haqda deyil. Ümumi məlumatların hamısı bitkilər haqqında olduğu üçün C variantını doğru götürmüş olacağıq. Complete the sentence according to the passage. Mətnə əsasən cümləni tamamla. Before plants existed, bitkilər mövcud olandan əvvəl A-da, yəni daha doğrusu birinci cümlədə there was no oxygen in the atmosphere. Atmosferada oksigen yox idi. Birinci cümlə doğrudur, çünki bitkilərdən əvvəl atmosferada oksigen yox idi. İkidə there was an abundance of oxygen in the atmosphere. Atmosferada oksigen bolluğu var idi. Yanlışdır. Yəni oksigen bitkilər vasitəsilə olur və bitki yoxdursa, demək oksigen də olmayacaq. 3-də animals had enough oxygen to survive. Heyvanların sağ qalması üçün kifayət qədər oksigen var idi. Yenə yanlışdır. Animals could not live on earth. Heyvanlar dünyada, yəni yer kürəsində yaşaya bilmirdi. 4-cü cümlədə doğrudur, çünki oksigen olmadığı üçün heyvanlar da mövcud değildi. 1-4 B variantını doğru götürmüş olacağıq. Decide whether the statements are true or false. Qərar verin ki, cümlələr doğru yoxsa yanlışdır. Birinci cümləmizdə according to the scientists there are less than 300,000 types of plants. Alimlərə görə 300 mindən yəni az növdə bitkilər var. Birinci cümləmiz false götürülür, yanlışdır. Çünki 300 mindən az yox, çox deyə qeyd olunur mətndə, more than deyə verilməlidir. İkinci cümlədə the earliest plants grew in water. Erkən yaranan bitkilər suda yetişmişdi. True, yəni düzgün götürəcəyik. Çünki mətnimizdə də qeyd olunur ki, plants first appeared on earth on the water şəklində. Yəni ki, onlar torpaqda yetişməyiblər, suda yetişiblər ilk olaraq. Animals don't move from place to place like plants do. Heyvanlar bitkilərin etdiyi kimi bir yerdən digər yerə hərəkət edə bilmir. Əksinə, heyvanlar hərəkət edir, bitkilər hərəkət etmir. Ona görə 3-cü cümləmizdə false-dur. Və 4-cü cümlədə plants first appeared on earth more than 2 billion years ago. Burada mətnimizdə qeyd olunur. Plants first appeared on earth more than 2 billion years ago. Yəni 2 milyard il əvvəl dən çox bir müddətdə dünyada mövcud olmuşdu ilk dəfə. Düzgündür, mətnə əsasən bu məlumatımız var. Birinci cümləmiz false, ikinci cümləmiz true, üçüncü cümləmiz false və dördüncü cümləmiz true götürülmüş olur. Read the passage and answer questions. Mətni oxuyun və sualları cavablandırın. The World Science Fair, a large public event, is an annual event that brings together scientists, researchers, and technology enthusiasts, a person who is very interested in a particular activity or subject from all over the world.
Ümumdünya elm sərgisi dünyanın hər yerindən elm adamlarını, tədqiqatçıları və texnologiya həvəskarlarını bir araya gətirən illik tədbirdir. It was first held in 2010 and has since taken place in different countries each year. İlk dəfə 2010-cu ildə keçirildi və ondan bəri hər il müxtəlif ölkələrdə keçirilib. The fair is organized by the International Science Foundation in collaboration with universities, research centers and the tech companies. Yarmarka Beynəlxalq Elm Fondu tərəfindən universitetlər, tədqiqat mərkəzləri və texnologiya şirkətləri ilə əməkdaşlıqla təşkil olunur. Its main goal is to make science more accessible to the public and encourage young people to explore scientific careers. Onun əsas məqsədi elmi ictimaiyyət üçün daha əlçatan etmək və gəncləri elmi karyeralarını kəşf etməyə təşviq etməkdir. At the event, visitors can attend science talks, participate in hands-on experiments, and watch live demonstration of the latest inventions. Tədbirdə ziyarətçilər elmdə iştirak edə, praktiki təcrübələrdə iştirak edə və ən son ixtiraların canlı nümayişlərini izləyə bilərlər. There are also special activities for children such as robotics workshops and interactive space exhibits. Həmçinin uşaqlar üçün xüsusi fəaliyyətlər, yəni robototexnika seminarları və interaktiv məkan eksponatları var. The fair hosts competitions in 6 categories, where students and young innovators present their scientific projects. Sərgidə tələbələr və gənc novatorlar öz elmi layihələrini təqdim etdikləri 6 kateqoriya üzrə müsabiqələr keçirilir. The best projects receive awards, scholarships and mentorships opportunities from experts in the field. Ən yaxşı layihələr bu sahədə ekspertlərin mükafat və təqaüdlərini, eləcə də mentorluq imkanlarını alırlar. Mətnimizlə əlaqəli ilk sualımıza diqqət edək. What is the passage mainly about? Mətn əsasən nə haqqındadır? Qeyd etdiyimiz kimi, mətndə əsas məlumat Dünya Elm Fondu ilə bağlı, yəni elm yarmarkasının məqsədi və fəaliyyəti ilə bağlı idi. Biz isə bunu A variantında görürük. The activities and the goals of the World Science Fair. A variantı doğru cavabdır. B variantında Development of Robotics Technology, robototexnika texnologiyasının inkişafı. Bu haqda mətnin son hissəsində məlumat var, yəni ümumi ad ola bilməz. The importance of science in daily life, gündəlik həyatdakı elmin vacibliyi, yenə ümumi mətn bu haqda deyildi. The achievements of young scientists, gənc alimlərin uğurları. The history of the International Science Foundation, Beynəlxalq Elm Fondunun tarixi. Və ümumi mətnimizdə əsasən tədbir və tədbir sayəsində olacaq və onun məqsədləri nədir, bu haqda məlumatlar verildiyi üçün A variantı doğru cavab götürülür. Choose the correct answer to the question according to the passage. Mətnə əsasən suala doğru cavab verin. What is one of the primary goals of the World Science Fair? Dünya Elm Yarmarkasının başlıca məqsədlərindən biri nədir? Mətnimizdə o hissədə başlıca məqsəd deyə qeyd etmişik. Its main goal is to make science more accessible to the public and encourage young people to explore scientific careers. Yəni onun əsas məqsədi elmi ictimaiyyət üçün daha əlçatan etmək və gəncləri elmi karyeralarını kəşf etməyə təşviq etməkdir. Mətnimizin məlumatına əsasən isə bizim doğru cavabımız B variantında qeyd olunmuşdur ki, to make science more accessible to the public. Digər variantlara nəzər yetirsək, A variantında to sell the latest scientific inventions, ən sonuncu olan elmi ixtiraları satmaq, burada yəni əsas məqsəd o deyildi. To focus only on space research, yalnız fəzanın tədqiqatına diqqət yönəltmək. To offer free technology courses to students, tələbələrə ödənişsiz texnologiya kurslarını təklif etmək. To organize science experiments for adults only, yalnız yetkinlər üçün elmi tədqiqatı təşkil etmək. Və qeyd etdiyimiz kimi məlumatlar ya mətndə yoxdur, ya da ki, əksi yazılmışdır. Və burada əsas məqsəd soruşulduğu üçün əsas məqsədi də B variantında düzgün götürmüş olacağıq. Complete the sentence according to the passage. Mətnə əsasən cümləni tamamlayın. The World Science Fair includes various activities such as beynəlxalq, yəni dünya elm yarmarkasına müxtəlif fəaliyyətlər daxildir. Belə ki, biz hands-on experiment, yəni burada düzgün götürmüş olacağıq ki, praktiki
təcrübələr, daha sonra isə science talks, yəni elmi danışıqlar 1 və 2 doğru cavab olacaq. Music performances musiqi sahəsinə, yəni ifaları daxil deyildi. Cooking competition isə yemək bişirmə, ümumiyyətlə bişirmə yarışları. Yenə də bu haqda məlumat yox idi. 1-2 B variantı bizim doğru cavabımızdır və mətndə qeyd olunan hissədə at the event visitors can attend science talks, participate in hands-on experiments and watch live demonstration of the latest invention cümləsində bu haqda məlumat görürük ki, yəni tədbirdə ziyarətçilər elmdə iştirak edə, praktiki təcrübələrdə iştirak edə və ən son ixtiraların canlı nümayişlərini izləyə bilərlər. Burada da science talks və hand-on experiments bizim doğru cavabımız götürülmüş olur. Choose the correct statement according to the passage. Mətnə əsasən düzgün cümləni seçin. Birinci cümləmizdə The World Science Fair was first organized in 2010. Dünya elm yarmarkası 2010-cu ildə 2 dəfə təşkil olunub. Birinci cümləmiz mətnimizə əsasən doğrudur və mətnə əsasən qeyd edək ki, biz It was first held in 2010 and has since taken place in different countries each year cümləsində bu haqda məlumat görmüş oluruq. Daha sonra ikinci cümlədə the event is only for professional scientists, yəni bu tədbir yalnız professional alimlər üçündür. Yanlış məlumatdır, çünki yalnız alimlər üçün deyil də, burada həmçinin müxtəlif universitetlər, tədqiqat mərkəzləri, texnologiya şirkətləri də əməkdaşlıq edə bilərdi. Üçüncüdə the fair includes interactive space exhibits. Bu yarmarkaya interaktiv olaraqdan fəza sərgiləri də, yəni ki, kosmik sərgilər də daxil olunur. Üçüncünü də doğru götürəcəyik, mətndə bu haqda məlumatımız var. Və 4-də children are not allowed to come to the fair. Uşaqların yarmarkaya gəlməsinə icazə verilmir. Cümlə mətndə təsdiqdə qeyd olunmuşdur, çünki uşaqlar da burada sərgidə iştirak edə bilir və layihələrini göstərə bilərdilər. Ancaq ki, burada are not, yəni inkarda yazıldığı üçün 4-cü cümləni səhv götürürük. Mətnə əsasən 1-3 Y variantı doğru cavabımızdır. Which statements are false according to the passage? Mətnə əsasən hansı cümlələr yanlışdır? Birinci cümləmizdə The World Science Fair is held every year in different countries. Dünya elm yarmarkası müxtəlif ölkələrdə hər il keçirilir. Bu haqda məlumat mətnimizdə var və bu doğru cavabda, yəni yanlış deyil, yanlış cümlə deyil və mətndə qeyd edək həmin cümləni. Biz bu hissədə görürük. It was first held in 2010 and has since taken place in different countries each year. Hər il müxtəlif ölkədə baş verir deyə verilib məlumatımız. İkinci cümlədə the fair includes competition in 6 categories. Yarmarka 6 kateqoriyanın daxil olduğu yarışlarda daxildir, yəni aiddir kimi götürürük. Bu cümləmizdə mətndə var, yəni true'dur, false deyil. Çünki the fair host competition in 6 categories deyə mətnin sonunda məlumatımız qeyd olunmuşdur. Üçüncü cümləmizdə only university students can participate in the competition. Yalnız universitet tələbələri yarışlarda iştirak edə bilər. False, yəni səhv olan cavabımızın biri 3-də qeyd olunmuşdur. Çünki burada müxtəlif demək insanlar iştirak edə bilərdi. Yəni tələbələr, gənc ixtiraçılar, eləcə də daha sonra uşaqlar üçün xüsusi fəaliyyətlər var idi. Yəni müxtəlif insanlar iştirak edə bilərdi. Dördüncüdə the event does not include live demonstration. Yəni tədbirdə canlı nümayişlər daxil deyil. Yanlış variantımızın biri də 4-də qeyd olunmuşdu. Çünki burada qeyd olunur ki, watch live demonstration of the latest inventions. Yəni gələn ziyarətçilər ən son baş verən, yəni olunmuş ixtiraların canlı nümayişlərini izləyə bilərlər. Və qeyd etdiyimiz məlumatlara əsasən 3-4-cü cümləmiz false, yəni səhv götürülmüş olur. Look at the pictures, make up a story according to the pictures in the given order, write at least 35 words. Şəkillərə baxın və verilən ardıcıllıqdakı şəkillərə uyğun olaraq hekayə qurun. Ən az 35 söz yazın. Nümunə cavab kimi qeyd edə bilərik. Once upon a time, there was a boy named Ethan. Bir vaxtlar Ethan adlı bir oğlan var idi. One day while he was walking outside, he noticed a man sneaking into his neighbor's house. Bir gün o çöldə gəzərkən bir kişinin qonşunun evinə oğurluğa girəcəyini gördü. The man was very careful, but Ethan saw him through the window. Kişi çox ehtiyatlı idi, lakin Ethan onu pəncərə vasitəsilə gördü. Ethan quickly ran to his phone and called 911.
Ethan cəld bir şəkildə telefonuna qaçdı və 911-i yığdı. Then the police arrived quickly and they arrested the chief. Sonra polis cəld gəldi və onlar oğrunu həbs etdi. Ethan felt proud because he helped catch the bad guy. Ethan deyir ki, özünü qürurlu hiss etdi çünki o pis bir gəncin tutulmasına köməklik göstərdi. The police thanked him for his bravery and said he was a hero. Polis onun cəsurluğuna görə ona təşəkkür etdi və dedi ki, o qəhrəmandır. Thanks to Ethan, the neighborhood was safe again. Ethan sayəsində qonşuluq yenidən təhlükəsiz idi. Qeyd etdiyimiz bu nümunə cavabımız şəkillərə əsasən hekayə kimi düzgün götürülə bilər.